Elektron cədvəldə C1, C4 diapazonuna əsasən qurulmuş diaqrama görə A1 və A2 xanalarının qiymətlərinin cəmini tapın. Baxaq, əvvəlcə neyərik? Diaqramda biz bilirik ki, saat istiqamətinə gedir də. Bu bizdə birinci element olur, ikinci, üçüncü, dördüncü. İndi bizdə ilk göstərilən diapazonun birinci elementi hansıdır? C1'dir. Onun deməli neyək? C1'in gəlin qiymətini yazaq. B2-dən B1'i çıxaq, neçə verir bizə? 4 verir. Deməli 4 edir və bu bizdə 10% təşkil edir. 10%. Daha sonra C2'ni tapaq. C2 bizə nəyə bərabərdir? A2 üstə gəlinsin. B2'nin 3 misli. B2'nin 3 misli. Yəni ki 15. Bu bizə nə qədər təşkil edir? 50% təşkil edir. Daha sonra C3'ə baxaq. C3 nəyə bərabərdir bizdə? A1 üstə gəlinsin. B1 ilə B2'nin cəmi. Yəni ki 6. Bu nə qədər edir bizdə? 22,5% edir. Daha sonra C4'ü də tapaq. C4 də bərabərdir bizdə A2 üstə gəlinsin A1 çıxılsın B1. Yəni ki 1. Bu da bərabərdir bizdə nəyə? Bu da bərabər bizdə 17,5%. Mən buradan nə etməliyəm? A2'ni, A1'i, yəni bunlardan hansısa birini tapmalıyam. Hansısa birini tapmaq üçün gəlin belə eləyək. Biz buradan C2 bizdə 50%-də, digərlərinin cəmi də bizdə 50%. Gəlin ona görə C2'ni bərabər edək. Digərlərinin cəmini, yəni ki C1 üstə gəlsin, C3 üstə gəlsin, C4'ə. Gəlin hesablayaq bunu. C2'nin qiyməti nəyə bərabərdir? A2 üstə gəl 15 bərabərdir. C1'in qiyməti 4 üstə gəlinsin. C2'nin qiyməti A1 üstə gəl 6. Sonra bir dənə C4'ün də qiymətini yazaq. A2 üstə gəl A1 çıxılsın 1. İndi biz burada nə edərik? A2'lər islah gedir və sol tərəfdə 15 qalır. Bərabər edir nəyə? 4 üstə gəl 6 çıx 1, yəni ki 9 üstə gəlinsin 2 vur A1. 9'u 15'in yanına keçirsək olur 2 vur A1 bərabərdir 6'ya. A1 bərabər olur nəyə? 3'ə. Bu formada tapdıq. A1'i nəyə bərabər elədik? 3'ə bərabər elədik. İndi gəlin buradan qeyd edək yuxarıdan. A1 bizdə nəyə bərabərdir? 3'ə bərabərdir. Daha sonra nə edərəm? Baxıram indi A2'ni tapmalıyam. A2'ni tapmaq üçün nəyi işlədərəm? Bunun əslinə baxın, bu ikisinə baxmam mənə kifayət edir. Yəni hesablama rahatlığına görə. C1 C2'dən 5 dəfə kiçikdir. Ona deməli mən belə yaza bilərəm. A2 üstə gəlsin 15, yəni C2'nin qiyməti bərabər nəyə? 5 vur C1'ə. 5 vur C1'in də yerinə nə durur? 4 durur. Deməli onda A2 üstə gəlsin 15 bərabərdir nəyə? 20'yə. Deməli A2 də bərabərdir bizdə 5'ə. A2'nin də qiymətini tapdıq. 5. Sonra bunların cəmini istəyir. 5 dən də 3'ün cəmini bizdə neçə verir? 8 verir. Deməli cavabımız nədir burada? A variantıdır.